Yağış yağır inanmıram, yarım gözləyir məni. Biz də uğurla yekunlaşdı. Deməli, arvad tərəfindən həyat yoldaşı, yəni kişiyə qarşı uzun illərdir mütəmadi olaraq şiddət göstərdiyinə görə nəzərinizə çatdırım ki, xanım idmançıdır və həyat yoldaşını, ərini mütəmadi olaraq işgəncələr, məişət zorakılığına qurbanına çevirmişdi. Bundan bağlı biz aidiyyatı üzrə icra hakimiyyətinə müraciət elədik və icra hakimiyyəti tərəfindən qısa müddətli müalicə orderi verilmişdir. Həmin müalicə orderinin müddəti bitəndən sonra biz aidiyyatı üzrə məhkəməyə uzun müddətli müalicə orderinin əldə olunması üçün Salam dostlar, xoş gördük. Videonu həmişə axıra qədər izləyin. Sonra fikirlərinizi yazın zəhmət olmasa. Əziz dostlar, tikinti və təmir, landşaft və layihələndirmə, interyer, eksteryer dizayn işlərini Cavadlı Construction şirkətinə etibar edə bilərsiniz. Şəxsən mənim adımdan zəng vuranlara xüsusi endirimlər olacaq. Əlaqə 050 321 88 69. Uzun illərdir televiziyada, sosial şəbəkələrdə olan iyrənclikləri işıqlandıraraq tənqid eləmişəm, indi də eləyirəm. Bəzən tamaşaçılardan kimsə yazır ki, onsuz da bunlar düzəlməyəcək, bunları işıqlandırmaq mənasızdır. Bəli, düzəlməyəcək, amma 80-90%. Heç olmasa 20 və yaxud da 10% düzəlirsə, bu da qənimətdir. 10%-i normal cəmiyyətə qazandırmaq da təbii ki, az iş deyil. Şəxsən mən şahidi olmuşam, 4-5 il bundan öncə AOY və yaxud narkotik təbliğ eləyən mahnılara ağzını tərpədib, axmaq videolar çəkib, TikTokda paylaşan bir gənci o qədər yıxıb sürüdüm, axırda videolar çəkməyin başını buraxdı və hazırda işində gücündə olan bir şəxsdir. Bunu məclislərin birində şəxsən özü mənə etiraf eləyib. Yəni, əziz dostlar, kiminsə yanlışını göstərməsən, o hər zaman özünü doğru biləcək və yanlışına davam eləyəcək. Yenə deyirəm, bu təbii ki, az qismə aiddir, amma cəmiyyətin eyiblərini göstərmək mütləqdir, göstərmək lazımdır. Deyilənə görə Azərbaycandakı marketlərin birində baş verib bu hadisə. İki şaxta baba bir-birini qırır. Əgər həqiqətən belə bir şey olubsa, biabırçılıqdır. Yox, əgər bu marketin reklamı xatirinə, yəni diqqət çəkmək üçün olubsa, lap biabırçılıqdır. Yəni təsəvvür eləyin ki, bir şirkət işə marketinq əməkdaşı götürür və ona hər ay maaş verir. Və onun verdiyi ideya da bu olsun. Ümumiyyətlə, Azərbaycanda marketinq bərbad gündədir. Sizə bir şey danışım. İllər öncə bir həkim məndən reklam istəmişdi. Ayırdığı büdcə 1 manat, istədiyi çəkiliş 1000 manatlıq. Yəni, bu qədər fərq var idi rəqəmlər arasında. Məndən çox səviyyəli bir şey istədi. Klassik musiqi fonunda, səviyyəli bir reklam çarxı. Ay, nə bilim, mən elə, mən belə özünü tərifləyirdi. Deyirdi ki, reyting önəmli deyil, əsas səviyyədir, filan, bəs məkan. Mən də fikirləşdim ki, bu adama nə çəksək, mız qoyub bəyənməyəcək. Çünki istədikləri çox büdcəli bir şey idi. Nəysə, sonda məbləğdə də razılaşmadıq və iş alınmadı. 3-4 ay sonra bir də baxdım ki, Azərbaycanın səviyyəsiz, ən səviyyəsiz bloqerinə reklam çəkdirib, üstəlik özü də həmin rolikdə oynayıb. Dedim, bu nədir? Yəni, bizdə dediyim kimi 90% şirkətdə sahibkarlar üçün səviyyə önəmli deyil. Əsas olan reytingdir. Nə olur olsun, reyting olsun. Ona görə də Lokko oxuyan qaqaşı tezbazar reklamlara çəkdilər. Qoy qazansın, vallah, mən bir söz demirəm. Baboş qazanınca qoy o uşaq qazansın. Amma fakt budur ki, nə istedad var, nə səviyyə. Sabah biri gündə bu Lokko mahnısı dəbdən düşəndə qalacaq yenə havada.
İstedadı ilə məşhur olanlar isə təbii ki, hər zaman qazanır və öndədir. Digər bir işimiz də uğurla yekunlaşdı. Deməli, arvad tərəfindən həyat yoldaşı, yəni kişiyə qarşı uzun illərdir mütəmadi olaraq şiddət göstərdiyinə görə nəzərinizə çatdırım ki, xanım idmançıdır və həyat yoldaşını, ərini mütəmadi olaraq işgəncələr, məişət zorakılığına qurbanına çevirmişdi. Bundan bağlı biz aidiyyatı üzrə icra hakimiyyətinə müraciət elədik və icra hakimiyyəti tərəfindən qısa müddətli müalicə orderi verilmişdir. Həmin müalicə orderinin müddəti bitəndən sonra biz aidiyyatı üzrə məhkəməyə uzun müddətli müalicə orderinin əldə olunması üçün müraciət elədik. Azərbaycanda yalnız trans, gey və qadın şiddəti görəndə pivə və tütün qoxulu feministlər o zaman tumanlarını başlarına çəkərlər. Amma elə belə də deyirlər ki, biz əzilən kişilərin də hüquqlarını müdafiə edirik, amma mən görməmişəm. Gözlərinin içinə qədər yalan deyirlər. Heç qadınları da müdafiə eləmirlər. Sadəcə gözdən pərdə asmaq üçün güya qadınları müdafiə eləyirlər. O da ki, şiddət görən qadını boşaltdırıb sonra çəkilirlər kənara. Yəni qadının sonraki taleyi nə olur, bunların heç yadına da düşmür. Əsas amal LGBT-dir, yəni. Sən bir kişini öldür, susarlar. Amma bir geyi öldürsən, illərlə filan kəs üçün ədalət deyib uluyarlar. Mən demirəm ki, kimisə cinsi orientasiyasına görə öldürsünlər. Sadəcə bu əxlaqsızların ikiyüzlü olduğunu sübut edirəm. İndi üzümü tuturam bu qırmızı baş, pivə və tütün qoxulu çürüklərə. Niyə siz bu yazıq kişini müdafiə eləmirsiniz? Yoxsa xəbərimiz yoxdur? Xəbərimiz var. Və siz deyirdiniz, biz əzilən kişiləri də müdafiə edirik. Siz heç kəsi müdafiə eləmirsiniz. Siz ancaq evro və dollarları düşünürsünüz. İndi mən bu müğənni haqqında bu nə mahnıdır, bu nə geyimdir, bu nə oxumaqdır desəm, bir çoxunuz mənlə razılaşacaqsınız. Amma aranızda bəziləriniz yenə bu tip mahnıları toylarda, məclislərdə əylənərək rəqs eləyəcəksiniz. Ona görə də mən bu xanımın mahnısı, geyimi haqqında heç nə demirəm, şərhi sizə buraxıram. Özünüzə yaxşı baxın, görüşərik, hələlik. Bayırda da çox gözəl yağış yağır. Yağış yağır, inanmıram, yarım gözləyir məni. Əgər yarım vəfalısa, onda gözləyər məni. Yarım gözləyər məni.